Kəndin əli silah tutan adamları hamısı səfərbər olmuşdu. Bu işlərdə mənim qardaşım Tahir Əliyev daha çox fəal idi, daha çox aktiv idi. İlk könüllü dəstəni bu kənddə o topladı. Hələ ov tüfəngi ilə kəndin müdafiəsinə çıxarkən Tahir bu işlərdə baş rolda oldu. Səfərbər elədi kəndin, cəmaatın, insanları. Kəndin müdafiəsinə qalxdıq. Sonradan AMON yarandı, daha sonra Milli Ordu yarandı və biz də Milli Ordu sıralarına daxil olduq. Biz bir evdən, bir ailədən 4 qardaş ordu sıralarına daxil olduq, könüllü olaraq. Və onların qısa müddətdə 92-ci ilin may ayından sentyabrına qədər 3'ü şəhid oldu. Biri şəhid oldu mayın 8-i 92-ci ildə Abdal Gülaflı kəndində, Zakir. Tahir həmişə deyirdi ki, Mərzilini və ətraf kəndləri qorumaq üçün Abdal Gülaflını qorumalıyıq. Ona görə də Tahiri gecə-gündüz, baxmayaraq ki, Mərzildə yaşayırdı, gecə-gündüz o kənddə olurdu. O kəndə də ermənilər tez-tez hücum eləyirdi. Sentyabrın 4'ü yenə Abdal Gülaflı kəndinə ermənilər hücum eləyəndə bölüyü mühasirəyə düşdü, ermənilər kəndi tutandan sonra. O girdi orada, bölüyün şəxsiyyətini oradan çıxartdı mühasirədən, özü yaralı qaldı, itkin düşdü. Bugün də yeri bilinmir. Üçüncü qardaşım da Tahir itkin düşəndən bir gün sonra burada Mərzili kəndinə ermənilər hücum eləyəndə burada Səngərdə şəhid oldu. Və mən bu zaman özümü çətinliklə də olsa toparlayıb və ancaq qisas almağı fikirləşdim. Məni taborun rəhbərləri çox çalışdılar ki, ya arxa cəbhəyə keçirsinlər, ya ordudan tərxis eləsinlər ki, 3 qardaşın şəhid olub, sən də şəhid olmamalısan, heç olmasa sən yaşamalısan. Amma mən ən çətinini seçdim, kəşfiyyatı seçdim. Çünki fikirləşdim ki, əgər qisas almaq istəyirəmsə, düşmən içərisinə getmək lazımdır. Mən Səngərdə oturmaqla ola bilsin ki, mən istədiklərimə nail olmadım. Yığdım, seçdim bu rayonda ən cəsur, ən igid, ölümünə qol çəkmiş, belə deyək, oğulları ki, onlar mənlə ən çətin işlərə getməyə hazır oldular və hər dəfəsində də mən gördüm ki, mən yanılmıram, seçdiyim adamlar gerçəkdən bu Azərbaycanın ən cəsur adamlarıdır. Və biz beləcə başladıq düşmən arxasında kəşfiyyat əməliyyatları aparmağa, məlumatlar toplamağa. O məlumatları gətirirdik, hərbçiyə çatdırırdıq və əsir tutmaq üçün arxada bir neçə fəaliyyətlərimiz oldu. Mərzili mənim üçün çox doğmadır, eləcə də bütün mərzililər üçün. Mən hətta atəşkəsdən sonra dəfələrlə bura qrupla kəşfiyyata gəlmişəm. Burada neçə nəfərim yaralanıb, burada mənim əskərlərimdən şəhid olanlar var, sağlamlığını itirənlər var. Burada mənim əməliyyatlarım dəfələrlə olub. Bu əməliyyatların biri ən yadda qalanı, bugün hazırda dayandığımız yer, dahi alimimiz, dahi insanımız, rəhmətli Xudu müəllimin evidir bu dayandığımız yer. Bu mənim üçün daha çox əzizdir. Niyə? Ona görə ki, mən ən çətin əməliyyatlarımın birində onun Xudu müəllimin evində sığınacaq tapmışam. Burada düşmənin əlindən hesab elədim ki, xilas ola bilərik və Allahın köməkliyi ilə düşməndən də xilas ola bildik. 1993-cü il dekabrın ya 21-i ya 22-si işğaldan təxminən 6 ay sonra bizə məlumat daxil oldu ki, bizim işğal olunmuş kəndlərdə əsirlər işlədirlər. Bu söküntü işlərində. O məlumata əsasən mən 4 nəfərlə gəldim bura. Ən cəsur adamlarımı seçdim. Çox güvəndiyim o qrupda adamlar, biri Xanı, mənim ən fədakar, ən etibarlı adamım. Onunla bərabər rəhmətli Şamil və Laçın var idi, Abdal Gülaflıdan. O da sonra sağlamlığını itirdi, bir hissəsini demək olar. Ən cəsur, ən qorxmaz adamları götürdüm. Dedim ki, biz ola bilsin ki, oradan geri qayıtmadıq. Yəni, el adamları seçdim və hər nəfər dedi ki, gedib orada ölməyə hazırıq. Gəldik gecə ilə bura kəndə, səhər işıqlaşana kimi ümumiyyətcə bir baza yaratmalıydıq da. Bir baza olmalıydı ki, orada yerləşməliydik. Dedilər, haranı seçirsən öz evini? Dedim, yox. Dedim, burada bir müqəddəs yer var. O, Xudu Məmmədovun evidir. Ya ölsək də orada ölməliyik, ya da bizi Allah orada xilas eləyə bilər. Oradan, nə bilim, orada hesab eləyirəm ki, ora bizi sağ-salamat saxlaya bilər. Gəldik gecə ilə girdik. Burada indi gördüyümüz yerdə düzəldiblər buraları. Burada onun padvalı vardı. Yetərincə dərin, təxminən 1 metr 80-70 boyunda. Girdik padvala, biraz dincəldik, səhər işıqlaşdı, başladıq müşahidə eləməyə. Təxminən saat 9-da kəndə bir neçə maşın daxil oldu. Üstündə xeyli adam gəldilər,
Xudum müəllimin evindən təxminən bir 150-200 metr aşağı olan ərazidə maşınlar dayandı, adamları düşürdülər. Təxminən bir saat yarım müşahidə elədik, hiss elədik ki, gerçəkdən əsirlər ola bilər. Çünki hər maşından 2 nəfər silahlı düşür, yerdə qalan silahsız adamlardır. Onlar işləyir, silahlılar onları gözləyirmi, nəzarət eləyirmi? Təxminən saat 12-nin yarısı xanı ilə məsləhətləşdik ki, biz onların arasına girməliyik. Necə girək? Xanı dedi ki, sən nə desən elə eləyəcəyik. 2 nəfər saxladım Badvalda. Dedim ki, ola bilər ki, biz oradan çıxa bilməyək də. Belə gündüz buradan düşdük, 12-nin yarısı girdik. O təxminən 4 maşın, hərəsində də xeyli adam işləyirlər, sökürlər evləri. Girdik bunların içərisinə. Elə birinci həyətdə problemimiz çıxdı. Erməni bizi gördü. Girdik, bir toyuq damı vardı. Toyuq damına girdik, erməni bizi özününkilərdən hesab elədi, yəqin ki. Həyətdə durub ermənilər tamaşa eləyir. Ağıllarına gəlmir ki, burada Azərbaycanlı ola bilər də, kəşfiyyat ola bilər. Çıxdıq, həyətdə 3-ünü də güllələdik. Birini əsir gətirmək istəyirdim. Gördüm, artıq qonşu həyətlərdə ermənilər xəbər tutub gəlir bizə tərəf. Ateş açırlar, qışqırırlar, səs-küy salırlar. O əsir götürdüyümüzü də güllələdim. Oradan çıxdıq, gəldik bura. Gəldik bura ki, bu 2 nəfər burada hazır gözləyir bizi. Buradan çıxdıq, getdik, keçdik arxa tərəflərə. Bir gündə gizləndik, sabahsı günü qayıtdıq, çıxdıq burada. Mən sonradan da gördüm ki, o əməliyyat çox çətin əməliyyatıdır. Yəni biz ermənilərin içərisinə girib, o bir nağıla bənzər bir hadisə oldu. Amma hesab elədim ki, Xudum Məmmədovun burada olan nəfəsi bizə güc verdi. Bizə nə bilim, istiqamət verdi. Biz buradan sağ-salamat çıxa bildik. Bundan başqa burada mənim başqa əməliyyatlarım da var. Mən buradan düşmən tankı bir dənə götürmüşəm döyüşdən. Mən atəşkəsdən sonra 97-ci ilə kimi bura gəlib getmişəm. 5 sutka, 7 sutka o dağlarda mən 5 nəfərlə, 6 nəfərlə qalıb çəkilişlər eləmişəm. Hərbi hissələrin yerin, sonra artilleriya vasitələrinin yerin çəkirdik, aparırdıq, təqdim eləyirdik hərbi hissəyə. Biz təxminən 20 kilometr, 25 kilometr yol qət eləyirdik düşmən arxasında. Ağdərənin yaxınlığında Papravət kəndinin dağlarına kəşfiyyata gedib çıxmışam. Ora bir suya gedib çıxmaq olmurdu. Orada gərək gecə gəldin, səhər işıqlaşanda hardasa baza yaradıb gizlənməlisən, gözləməlisən, bir də növbəti axşamı təkrar yol davam eləməlisən gecəni. Yəni gündüz biraz çətin idi, ələ keçə bilərdin. Sonradan mənim xidmət yerimi dəyişdilər. Mən getdim başqa hərbi hissəyə, Tovuza getdim. Kəndi 2 dəfə girib ermənilər yandırıblar, 2 dəfə. Dayana bilmədilər, biz müqavimət göstərdik, çəkildilər geri. Bu bir dəfə 1992-ci ilin dekabrın səhv eləmirəmsə 5-i ya 6-sı oldu. Kəndin bir hissəsini yandırdılar, həmin vaxtı mənim də evimi yandırdılar. Həmin vaxtı da yenə biz burada döyüşdük, müqavimət göstərdik. Həmin döyüşdən əskərlərimdən yaralandı, həmin döyüşdə. Sonra müqavimət oldu, bizim kömək gəldi, ermənilər çəkildi geri və sonradan 1993-cü il iyunun 12-sində səhv eləmirəmsə təkrar bir də kəndə girdilər. Mən o vaxt dəfələrlə görürdüm, hücuma gələn ermənilərin içərisində ruslar çox idi. Dəfələrlə onun şahidi olmuşam. Məsələn, BMP-lərin üstündə ruslar, rus əskərləri, tankların üstündə rus əskərləri. Yəqin ki, erməni onlardan dəstək alırdı ki, əslində erməni kim idi ki? Erməninin kimliyin 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan xalqı göstərdi. Mən 2-ci müharibənin də könüllü iştirakçısı oldum. Həmin müharibədə də 50 nəfər könüllü adam yığdım. Könüllü rayonun müdafiəsində iştirak elədik, rayonun. Orada 2 nəfərim şəhid oldu, yaxşı döyüşçülərim. Bir neçə nəfərim yaralandı. Əgər burada hücum olmadı, burada hücum olsa hücumda da iştirak eləməliydik. Amma mən deyim ki, sizə o digər istiqamətdəki, Şuşa istiqamətində bizim qoşunlar irəlilədikcə ermənilər buradan bizim mövqelərə basqın eləyirdi. O basqınların nəticəsində mənim 2 nəfərim şəhid oldu. 97-ci ildən gedən bir də 2020-ci ildə gəldiniz də bura. Bir də 2020-ci ildə, bəli. Bəli. Bax, o 2020-ci ildə torpaqlar azad olunandan sonra Mərziliyə gələndə hansı hissləri keçirdiniz və birinci hara getdiniz? Mərziliyə gələndə elə birinci Xudum müəllimin evinə baş çəkdim. Çünki o dahi insanın yaşadığı yerə hesab eləyirdim ki, onun ruhu həmişə burada var, nəfəsi burada var. Bura baş çəkdim, sonra
öz evimin yanından keçdim, heç öz evimə girmədim. Çünki öz evimə dəfələrlə gəlmişdim, bilirdim. Sadəcə getdim, yaxınlaşdım, baxdım. Məktəbə getdim, nə bilim, məktəbə getdiyim küçəni gəzdim. Nə bilim, uşaqlıq xatirələri, uşaqlığım burada keçib. Ona görə də bura mənim üçün çox əzizdir və müharibə dövründəki ən çətin günlərimin bir hissəsi burada keçib. Ən çətin. Bu kənddə mən doğulmuşam, böyümüşəmsə, kənd mənə hər şeyi verib. Yəqin ki, bugün bu hərb tarixində nələrsə eləmişəmsə, bir iz qoymuşamsa, bir yadda qalmışamsa insanların, bu kəndin mənə verdiyidir. Bu kəndin mənə verdiyi cəsarət mi deyək, hünər mi deyək, hamısı onun sayəsindədir.